Podkast dinləyib özünə dəyər qatmağı sevən gözəl insanlar, hər birinizi salamlayıram. Bugün sizlərlə danışmaq istədiyim mövzu son zamanlar olduqca aktual olan Nigar Fərhadın açıqlamaları və onun başına gələnlər haqqındadır. Hər kəs buna öz fikrini bildirir. Mən də geriyə qalmaq istəmədim və öz fikirlərimi sizlərlə bölüşmək istədim. İlk öncə ondan başlayaq ki, cümlənin quruluşundan ki, mən qızıma atasız qız almaram. Yəni mən oğluma atasız qız almaram. Çox belə gülməli bir cümlədir. Biz hansı zamanda yaşayırıq? Bir ana niyə öz oğluna qız almalıdır? Heç kəs bundan fikir vermir. Hamı düşdü mövzunun başqa bir hissəsinə, ikinci hissəsinə. Mən amma istəyirəm birinci hissəsindən haqqda danışaq ki, yəni niyə bir ana öz oğluna qız almalıdır? Niyə oğlu bu işi özü görməli deyil? Niyə oğlu özü sevib ailə qurmalı deyil? Bu nə qədər bəsit, nə qədər pis və gülməli səslənir. Buna diqqət çəkilməsini olduqca çox istəyirəm. Nəyə görə oğlan övladını özünə güvənli şəkildə, özünə inamlı şəkildə böyüdü boya baş çatdırmırıq ki, sonra da ona qız alma öhdəliyi, ailə qurma öhdəliyi bir ananın üzərinə düşsün. Bu həqiqətən də çox belə gülünc və qorxulu bir vəziyyətdir. Mənə gəlir ki, uşaq elə böyüdülməlidir ki, öz qərarını özü verəcək bir şəkildə olmalıdır. Evləniləcək yaşda da artıq yəni bir zəhmət özü qərar versin ki, kimlə ailə quracaq, necə bir qız alacaq, atası olan qız alacaqmı, atası olmayan qız alacaqmı, ümumiyyətlə qız alacaqmı? Eee, Bu qərarlarını yəni özü verməlidir məncə. Daha bir digər məsələyə də toxunmaq istəyirəm ki, yəni insanların həqiqətən də bir qədər acımasız olduğuna, bir qədər belə qəddarlığına diqqət çəkmək istəyirəm ki, necə səhvdir, böyük səhvdir. Yəni insanları qınamaq mənə qalmayıbdı. Yəni hərə öz taleyini yaşayır. Bu heç bir kəsə aidiyyatı yoxdur və sadəcə çox maraqlıdır ki, necə insanlar qəddarcasına qınayır. Hər kəs yıxıb sürüyür Nigarı. Əgər insan da səhv eləyib, yəni səhvdir də sonuçta. Amma bu qədər qəddarcasına o insanı belə ictimai qınağa çevirmək, yəni mənə belə çox qəribə gəlir. Çox belə maraqlı gəlir ki, niyə insanlar bu qədər qəddardılar, bu qədər belə acımasızdılar. Bilirəm, əlbəttə ki, çox həqiqətən həssas mövzudur bu dönəmlərdə. Şəhid qızı olmaq, şəhid övladı olmaq bu ayrı bir mövzu. Amma sadəcə o insanların da belə acımasız olmağını, o da açıqlama verdi ki, mən yox başqa mənada deyirəm. O mövzuda heç toxunmuram. Həqiqətən də bizim üçün çox müqəddəs və yəni toxunulmaz bir mövzudur o mövzular. Amma yəni o da onu açıqladı. Sadəcə insanlar yenə də başa düşmür və yenə də qınayırlar ki, yox, düzgün cümlə deyil. Yəni insanların həqiqətən də belə olmasını, biz nə ara belə olduq, nə ara belə empatik qurmaq xüsusiyyətimizi itirdik, nə ara belə vəziyyətə gəldik. Mən belə fikirləşib tapa bilmirəm. Bu nədən sonra oldu belə ki, bir səhv eləyən axtarır hamı sanki belə tez ona hücum edib, onu qınasın, onu döysün. Təzədən yenə hamı çəkilir öz yuvasına oturur, yenə gözləyir ki, bir nəfər səhv eləsin, tez çıxıb onu döyüb bura qoysunlar. Sözlə də təbii ki, burada birbaşa şiddətdən söhbət getmir. Sözlə, təhqirlə çox belə maraqlıdır. Çox insanların fikirləri məni belə qorxudur. İctimaiyyətin necə bir vəziyyətə gəldiyini gördükdə həqiqətən də çox qorxuram. Belə bu haqda fikirlərim bundan ibarət idi. Sizin də fikirləriniz mənə çox maraqlıdır. Əgər bölüşmək sizə əziyyət olmazsa, kommentlərdə bölüşə bilərsiniz.